Salam hörmətli Azərbaycan xalqım. Sizə müraciət edib sual vermək istəyirəm. Azərbaycan sizə nə edib? Hər bir kəs buna baxan, bax sənə Azərbaycan nə edib? Yəni uşaq pulu veribmi? Qazilərin həyat rifahını düzəldibmi? Şəhid ailələrinə hansı yardım edibdi? Evdə gəlib uşağını döyənlər, məsələn üçün, polislər gəlib döyürlər və yaxud prokurorluqda işə baxmırlar. Bax Azərbaycan nə edib sizin üçün? Nə edib də Azərbaycan? Hər bir kəs sərbəst bizneslə məşğul olmağa Azərbaycan sənə yardım eləyibmi? Bütün yaxşı maaş almağa Azərbaycan nə eləyib sənin üçün? Ki, sən ayda 1000, 2000, 3000, 5000 maaş ala biləsən. Yəni Azərbaycan sənin üçün nə edib də? Yəni neft payından pul veribmi, verməyibmi? Yəni ki, qazdan satılan, yeraltı qızıldan, yeraltı sərvətdən, yerüstü sərvətdən nə eləyib sizin üçün, sənin üçün, hər bir kəs kim ki baxır buna, bu suala cavab yazsın. Ki, Azərbaycan həqiqətən ona nəyisə eləyibdir. Yəni, çox sözlər demək olar ha, yəni ki, burada. İndi isə ikinci sualım belədir. Sən Azərbaycan üçün nə eləmisən? Siz Azərbaycan üçün nə eləmisiniz? Yaxşı maaş almağın üçün və yaxud şəxsən sənin üçün Azərbaycan sənə baxılması üçün sən nə eləmisən? Sən yaxşı yaşaya biləsən. Hansı mücadiləni aparmısan, hansı mübarizəni aparmısan, hansı çağırış eləmisən və yaxud cavanlar, bax hər bir cavan neynəmisən sən ki, həyatında yaxşı yaşaya biləsən və yaxud məsələn üçün qanunların həyata keçməsi üçün, qanunlar şax olsun, qanun düz işləsin, hansı mücadiləni aparmısınız, neynəmisiniz siz bu Azərbaycan? Çünki Azərbaycan məkandır, torpaq neynəməlidir ki? Azərbaycan məkandır. Məsələn, hansınız Elşad kimi öz haqqınız uğrunda mübarizə aparmısınız? Manav kimi, Orxan kimi haqqınız uğrunda mücadilə aparmısınız? Nə eləmisiniz siz? Bu Azərbaycan üçün ki, qanunlar dəyişilsin, bu rejimi yıxmaq olsun, hər şey ədalətli olsun, hər şey düzgün olsun. Və yaxud 24 saat qabil kimi xalqın uğrunda təmizlənməsi üçün, həyatın düz olması üçün hansı mübarizəni, hansı söhbətlər aparmısınız? Və nə etmişsiniz ki, siz bu Azərbaycanda hər şey düzgün olsun, öz qaydasında olsun ki, qanunlar işləsin, həqiqətən də yaxşı yaşaya biləsiniz. Hansı işləri görmüsünüz? Açıq deyəyin də, Bakılılarıma da deyirəm buradan, bax siz Bakılılar neynəmsiniz? Nə etmişsiniz ki, Bakıda rahat yaşaya biləsiniz? Bütün Azərbaycana aiddir, elə Bakılılara dediyim də. Bu alçaq mındar rejimdən qurtulmaq üçün nə etmişsiniz? Kimə qoşulmusunuz? Hansı mübarizəyə qoşulmusunuz? Hansı mücadiləyə qoşulmusunuz? Yəni səsinizi çıxarta bilmisinizmi? İstir Avropada olsun, istir Amerikada olsun, istir SNG-də olsun, Rusiyada olsun. Hər bir Azərbaycana aiddir mənim bu sözüm. Nə etmişsiniz ki, siz rahat yaşaya biləsiniz və rahat dünyanı gəzib pul xərcləyə biləsiniz və xaliqələr yaradasınız. Bax, nə qədər zorlanmalar gedir, nə qədər döyülmələr gedir, türmələr doludur. O türmədə oturan insanlar üçün nələr eləmişsiniz? Siyasi məhbuslar üçün nələr eləmişsiniz? Hansı işləri həyata keçirtmişsiniz? Ona görə də mən görürəm ki, heç nə. Bu sualıma düzgün cavab verməyinizi gözləyirəm sizin və rəylərə baxacam, həqiqətən baxacam. Onun üçün də mən sizin hamınıza deyirəm ki, hər biriniz mübarizəyə hazırlaşmaq üçün dediyim kimi zəncir, yaba, balta, qılınc, silah ala bilən silah, ox, raqatka, fitillər düzəldin, demişəm fitillərinizi düzəldin. Yəni ki, nöğüddür, benzindir, yağdır, qatışdırın bunları. 100-150 qramlıq fitillərdə düzəldin bunları. Nəyə görə düzəldin? Ona görə ki, üstünüzə polis, bu alçaq mındar İlhamın polisi gələndə onlar ancaq alovdan qorxurlar. Onlar ancaq armaturdan, lombdan qorxurlar. Onlar raqatqadan, yəni çuğun dəmirləri sındırın, qısa-qısa eləyin, balaca-balaca və onunla vurun onları. Buna hazırlıq görün. Başa düşürsünüz nə deyirəm sizə? Ona görə siz hər bir şeyə hazır olmalısınız. Yabadan, baltadan nə keçir əlinizə lapatqayacan, balaca lapatqalar var ya, dəmirdən möhkəm, onacan, zəncirəcən, hər şey sizin gəri əlinizdə olsun ki, siz bu alçaq mındarlara qalib gəlməkdə bizimlə bərabər bir yerdə döyüşəsiniz. Onu da deyə bilərsiniz ki, mən Azərbaycan üçün nə isə eləmişəm. Mən döyüşmüşəm bu rejimi məhv etmək üçün ki, Azərbaycanda qanun olsun, Azərbaycanda qanun şax olsun, yaxşı maaş ala bilim, aləmlə sərbəst gəzə bilim. Polislər istədiyi vaxtda tutub sizi harada istəyirsə döyür də, zorlayır da. Bu alçaqların bu rejimi hər şeyə qadirdir. Yəni buna görə siz mütləq mübarizəyə hazır olmalısınız. Hər biriniz, yəni ruhdan düşməməlisiniz. Bax, mən sizi buna çağırıram, Qabil sizi buna çağırır. Elşad sizin üçün nümunədir. Manafdır, Orxandır, qeyri başqalardır, Mirzəlidir. Yəni hamısını bir addan çəkməyəcəm. Yəni görürsünüz, hamı hazırdır buna, hamı. Və hazır da olmalısınız. Ruhdan da düşməməlisiniz. Bilin ki, bu rejim Azərbaycan xalqının düşmənidir. Bu rejim soyqırımla məşğuldur.
14-15 yaşında qız uşaqlarını, oğlan uşaqlarını aparıb zorlayırlar, öldürürlər, orqanlarını satırlar. Nə qədər əskərlərin orqanları satılıbdır. Nə qədər tabutlar açılanda görünüb ki, içindən şalban çıxır, daş çıxır, nə çıxır. Yəni siz bunun şahidisiniz. Baxın görün. Yəni hansı alçaqlıqları bunlar edirlər. Hər şeyə həsrətsiz. Hər bir şeyə həsrətsiz. Yağa, pendirə, kartoba, makarona vermişlər. Yəni görürsünüzmü? Sizə heç nə verilmir. Heç bir şey. Kasıbçılıq baş alıb gedib Azərbaycanda. Bunun siz şahidisiniz.